Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Aysun İsmailovanın başına iş gəlib. Sfiras xəbər verir ki, o Moskvadan Bakıya qayıtmaqda çətinlik çəkib. Buna səbəb isə bütün reyslərin ləğv edilməsi olub. Sənətçi yaşadığı narahatlığı belə dilə gətirib. Bugün 12:10 təyyarəsi ilə Bakıya uçmalı idik, lakin gecə müharibə şəraiti ilə bağlı bütün hava limanları bağladılar. Reyslər dayandırıldı. Deyilənə görə təyyarəmiz 17:10-da uçacaq. Hələ ki xəbər yoxdur. Gözləyirik. İnşallah sağ-salamat vətənimə qayıdaram, övladıma qovuşaram. Həyəcan və qorxu ilə gözləyirik.